sağ ol, ağrılarım var. O işine qurban olum, işine qurban olum. Boylamı hıçqırıq tutdu. Nə su istəyir, nə də yemək istəyir. Deyir, eybi yoxdur. Çox sən Banditski Peterburg. Olsun, çox sağ olun Kayla. Moderatorlarım var, ehtiyac yoxdur. Çox sağ olun. Çox sağ olun. Əkbərova xeyir, razıyam. Can. Deyir, məni də alışda qoyma. Məni bax belə şah tut. Mən şah oğlanam, şah. Şah oğlan, şah. Ayşə ilə qurban olsun ana. Aycan. Sərviş, çox sağ ol. Əsas ev olsun, problemi yox. Şans yetmişiz inşallah, inşallah. Çox sağ olun. Xeyli razıyam. Ev olanda bilsiz necə olacaq? Qapılar bağlanmayacaq. Biri gəlib, biri gedəcək. Onda qohum yadlarına düşəcək. Bildinizmi? Onda axtarıb itirəcəklər, itirib axtaracaqlar. Onda mən onların heç birini evə qoymayacağam. Mən də belə deyirəm. Ağzı şirin olsun, çox sağ olun. Mən fərq eləmir, hansı tərəf olur olsun. Pislik gördüyüm insanları qoymayacağım o evdən öyle. İstəyir ha tərəf olur olsun. Neyinirəm cadu ilə, madu ilə məşğul olanları? Falçıları qoyacağım. Falçı xala qızını qoyacağım. Kartla martla baxanı. Yaxşı eləyirəm. Mən də belə deyəcəm. Aycım. Ailəmi qorumağa çalışırım. Gəl mənim evimə ağalıq edəcək o xala qızım. Gözünü çıxardaram o xala qızını. Vayını oturaram o xala qızını. O seni qurban olum, o seni heyran olum. Mənim xalam qızı deyil, mənim xalam qızı yoxdur ümumiyyətlə. Mənim xalam oğlanlar var, o da Türkiyədə. Heç maraqlanmıram, amma maraqlı da deyil o xala oğlanları, nə də xala. Maraqlı deyil o. Nə o xala maraqlıdır, nə də o xala oğlanlar. Hər gün gəlib burada izləyirlər. Hüseynin yanında izləyicilər oldu, böyükləri kimi. Heç bir qohumunu mən görmədim. Hüseynin yanında nə atasını, nə anasını. Anasını Allah can sağlığı versin. Atası da nə eləyib özləri mən qarışmam. Amma mən heç bir qohumunu görmədim. Dünənlərdə bizim toyumuzu da xeyir duaları verən şəhid anaları, veteran anaları, veteran qardaşlar, şəhid qardaşlar olub. Xeyr, imkanın olsun sənə zəf olacaqlar. Mənə lazım da deyil. Şeyin apardı, səhifəsi qalxsın deyə, sonra da oturub orada kartla caduluq eləyirdi. Neyinirəm elə xala qızını? Cadu ilə məşğul olan xala qızını gətirəcəm, oturacağım evimdə. Cadu ilə məşğul olsun, mənim evimə problem yaratsın. Mən dəvət elədiyim qohumlar dəvət eləmişdim. Bəziləri də Rusiyadaydı, gələ bilmirdilər. Yollar bağlı idi, necə gəlsinlər? Hüseyin zəng elədilər, təbrik elədilər, sağ olsunlar. Atamın xalası uşaqları. Atamın xalası oğlanları, xalası qızlar mənim həm bibilərimdir, həm də əmilərimdir. Tamam heç qızım. İndi sağlıq olsun. Verişə gedim. Verişdən gəldikdən sonra həm həkimə gedəsiyim, bilmirəm. Ya pul lazımdır da, görün neyinirəm. Arxlayaram da, bütün gün ancaq balama vaxt ayıram, özümə vaxt ayırmıram, yemək yeməyə vaxtım olmur. Ancaq və ancaq səccada vaxt ayırıram. İştahım küstü, bir aydan artıq mən normal yemək yemədim. Xoşqədəm xanımın verişinə gedəcəyim. Xeyr, heç yol pulu yoxdur. İndi yol pulumuzu sağ olsun Xoşqədəm xanımcı təmin edəcəklər. Uşağı həkimə aparmalıyam, uşağın sağlamlıq dərəcəsini görməliyəm. Öz həkimi sağ olsun, Aynur həkim, Allah can sağlığı versin. Leyla medikal aparacam.
Nədir o günlərin Ata xanım bu xalası qızın adını çəkmişdi. O günləri özünü çatladır. Qoş. Nə oldu qoşmadı? Qoşsa gör nələr olacaqdı. Uşaq xəstələndi də üstünüzə canınıza sağ. Həm həssas uşaqdır, vaxtından əvvəl anadan ol. Doktor dedi ki, həssas uşaqdır da. Qripdən, öskürəkdən, hər şeydən gözləyin də. Körpədir. Nə bilim. Biz küsməmişik ki, barışaq. Sadəcə o mən fikrimi bildirirəm. Mənim xasiyyətimə də belətdir. Mən açıq sözlüyəm. Mən belə 1000 nəfərin, 2000 nəfərin sözündə Azərbaycan 1000 nəfər, 2000 nəfərdən ibarət deyil. Əlbəttə ki, Kayla özümə ziyandır. Əlbəttə ki, enerjim ölür mənim, enerjim bitir. Onda çölə çıxartmaq olmaz şu an. Çıxartmaq olar, baxır hara, necə? Təmiz hava olmalıdır, təmiz. Təmiz hava da hər yerdə yoxdur. Axı təmiz hava ancaq və ancaq rayon yerlərində var. Rayon yerlərində, kənd yerlərində. Şəhərdə təmiz hava tapmaq çətindir, çətin. Oycun oğlum. Uşağa təmiz hava lazımdır, təmiz qidalandırmaq lazımdır. Hıçqırıq da tutub, nə su içir, nə də yemək yiyir, istəmir. Aleykümselam, yengənin izləyicilərimizə sanırım. Sağ olun, belə. Çox sağ olun. Xeyli razıyam. Haycan. Ölerim bile haycan. Haycan. Diye düz tutma. Beni düz tutma. Çok sağ olun. Bir seyfe. Hə. Nigar çok sağ olun. Ata. Qablarım yuyulub, narahat olmayın. Mən gecədən qablarımı yuyuram. Saxlamıram bəziləri kimi 2-3 gün yığmıram. Bəziləriniz nümunə bildiyiniz insanları bilirsiniz. Bəziləri kimi 2-3-4-5 gün yığmıram qabları. Çikli. Çok sağ ol Aylin. Çok sağ ol Aylin. Niye yatıştırıram? İkincicə durub. Özü istəyəndə yatır, istəyəndə durur. Dəhşətdirlər, uşağı yatıştır. Bu vaxtı biraz əvvəl durub. Niye yatıştırıram? Ki oynamaq istəyir. Oycini qurban oycini ana. Oycin ölərim, oycin. O yine kurban olsun. Çok sağ olun diller için. Arda'dır Resul. Arda Bey çok sağ olun. Allah can sağ olasın. Teşekkür ederim. Şimdi kurban olsun ana. Ay Selçuk. Biz bizimlə sənə deyil. Alevi kanal səni axtaran verilişinə gedirik dəyərli izləyicilərimiz. Səni axtaran verilişi Xoşqədəm xanımın verilişi. Allah can sağ versin. Dəyərli gözəl insan. Əsil Azərbaycan xanımı. Yerli, gözəl, qəlbi təmiz, mehriban. Allah elədiyi yaxşılıqlar qabağına çıxarsın inşallah balalarının, əzizlərinin, dəyərlərin. Həqiqətən dünənləri Bafuri ehtiyac var idi, bitmişdi təzəliklə. Sağ olsun Xoşqədəm xanım Bafuri mənim üçün göndəribdi. Biraz əvvəldə səccadımın paltarlarını yudum. İndi dedim səccadımın paltarlarını aşım. İcazə verməzəm. İcazə verməz. Ya ev hənətlidir, ona görə qoymuram. Başı təlir axırır. Ay Allah. Bu niye açılmır ki?
Nata xanım görürsən gəldi. Nata xanım gəlsəydi bir dənə Nata xanımla danışardım. Nata xanımı gözləyirəm. Nata xanım buralarda sızsa istək atıl sizi. Qoşum. Kaylanı qoşaq. Kayla kimdir Kayla? Salam, necəsiz Ayşət xanım? Salam, çox sağ ol. Siz necəsiniz? Sizi çox bir söz deyə bilərəm. Sizi belə deyim də izləyirəm həqiqətən. Allah balanızı saxlasın, Allah sizə şəfa versin. Həm Xoşqədəm xanım verilişindən siz çox əsəbləşirsiniz. Niyə hər yoruma fikir verirsiniz? Bax sizin həqiqətən bax bir xanım olaraq əvvəldən Mən haqsız qarşınızda tuta bilmirəm. Bu şərait yaradılmamalıydı. Birinci, mən yemək bişirməyi bilirəm. Yeməyimi hazırlamağı da bilirəm. Bütün yeməkləri demək olar bacarırım. Yəni bir dənə şirniyyat bişirməmişəm. Şirniyyatı da inşallah bişirəm. Burası şərait vermir. Şərait lazımdır ki, məsələn, bunun yəni də şərait vermir. Nəysə, mən özünüz bilirsiniz. Mən bax, bir söz deyim Ayşət. Bax, səni əvvəldən izləyirəm də, Hüseyndir, səndir. Bax, Ayşətin tərbiyəsi, bax, danışıq qabiliyyəti öz yerində, maşallah. Hər bir nədir, harda olacağını, yerini bilən qızdır. Sonra ailə qurdu, öz həyat yoldaşını sevməyi. Bax, niyə belə hərəkət edib ailəyə bax, belə nifaq salırsınız, bax, belə hərəkət edirsiniz. O da nəsə üçün çalışır, istəyir ki, evləri olsun. Mən sizi Xoşqədəm xanım verilişindən də izləyirəm. Həqiqətən. Həm özünü, Hüseyni sevdi, ailə qurdular, uşaqları oldu. Allah şəfa versin. Özdə bayaqdan baxıram, uşağı çox qucağında tutma. Özün də əməliyyat olmuşsan Ayşət. Neyini, bəs kim tutsun? Bir yerdə durmur. Bir ancaq gəzdir, oynat. Neyiniyim ay bacım? Neyiniyim? Babası tutulmadı bıraxın. Bir vaxtda deyirdilər ki, hə, Hüseyin işləmir, Hüseyin bütün günü Ayşədə kömək edir. Hə, indi Hüseyin işə çıxıbdır. İndi də deyirsiniz ki, Ayşət elə... Mən valla özümə vaxt ayırmıram. Allahım tək şahid, ancaq övladıma vaxt ayırıram. Bir yerdə durmur. Bax, bura onun yeridir. Özündən atır. Beşik qalıb çöldə. Yəni, Allaha qurban olaram. Müvəqqəti çətinlikdir. İnşallah Allahın köməyinə bu çətinliyi də... Yox, bu qədər milyonlar arasında ailələrdə güya hamı mehribandır, birdən Ayşəkildə problem var. Hər ailədə bir söhbət olur. Şeytana nəhlət olsun. İlk dəfə belə bir şey oldu. Əsəblərimiz tarma çəkildi. Həm ehtiyaclarımız var, həm maddi, həm mənəvi, nə mənada borcu xərcini... Sıxıntı var da, hə, o sıxıntı da düzələcək Ayşət. Allahın izniyle düzələcək. Gəldi, birdən-birə dolduq da, yəni Hüseyin dedi, danışdı, elədi. Mən ümumiyyətlə Hüseynin haqqında danışmamışam, danışmaq da fikrim yoxdur. Mən hər dəfə dedim, mən ailəmi qorumağa çalışıram. Mən istəmirəm ki, mənim ailəmə kimsə nifaq salsın. Mən, yaxşı, əvvəllər hardaydınız, o bəziləri? Əvvəllər hardaydınız? Hüseynin yanında olardınız da çətin vəziyyətində. O bilsən kimlərdir? Sizdən yaralı qalanlardır. Bax, sizi bax istəməyənlərdir. İhtiyacı olduğu yerdə gələrdiniz də, qapınızı açardınız, deyərdiniz Hüseyin. Xala qızından mən tutmuşam. O yamandan coşub daşır orada burada. Mənim haqqımda orada burada danışır. Mən o xala qızına buradan səslənirəm. Vaxtında yanında olardınız. Qoymazdınız, Hüseynin heç bir çətinliyi olmazdı. Hüseyinə yanında olsaydınız bu vəziyyətləri olmazdı. Böyüyü kimi başının üstə durardınız. Bəlkə səhv deyirəm. İndi yadınıza düşüb Hüseyin. Nədir? Hüseynin indi hamı yanındadır. Dəyərli izləyiciləri, böyükləri var. Başa salanlar var. İndi yadınıza düşüb Hüseyin. Malla məşğul olub cəmaatı aldadan çalışan sənsən. Canlılarda oturursan, kart açırsan, falla, cadu ilə, madu ilə məşğul olsan sən. Hər şeyin sübutu var. Allah uzaq eləsin. Hə, vallah düz deyirəm. Hər şeyin sübutu var, şahidi var. Sən bir dəfə Hüseynə 30 manat pul vermişdin. Sırası bir gün keçmədi, bir suka keçmədi, 30 manatı geri qaytardın. Hüseyin çətin vəziyyəti idi də. Onda heç biz ailə qurmamışdıq da. İnşallah Allah tezliklə sizə qismət eləsin. Biabr elətmişdin də canlıda. Oktyabr, keçən ilin oktyabrı. Niyə mənim ağzımı açdırırsın? Nata xanımı gözləyirəm. Gəldə Nata xanım. Deyirsən ki, Ayşə xalan qızını tapmışdın. Ayşə elədi onu. Ayşə bilir neyinir. Ayşə səni qorumağa çalışır Hüseyin. Burada hamı eşitsin. Ayşə çox yaxşı qızdır. Allah hamd olsun. Bilsən necə ailəsinin qədrini bilən zəhmətçi. Allah görür. Allaha hər birimiz cavab verəcək. Etdiyimiz səhvlərə görə də, düzlərə görə də hər birimiz Allah qatında cavab verəcək.
Elə yaxşı ki, bax sən hamısını cavabını verməsən, inan həqiqətən deyirəm ki, lap pis günə qoyarlar. Ona yaxşı ki, elə yaxşı vaxtında da cavabını verirsən. O barədə sən halaldır. Seni qorumağa çalışıram. Pisliklərdən, bəlalardan, ailəmi qorumağa çalışıram. Uşağımın atasıdır. Allah sizə gözəl övlad qismət eləyir. Ayşət neynədir? Nata xanım qoşulmuşsan. Ayşət yeməkli bişirdi. Sən nə bilirsən ki, mən yemək bişirmirəm? Ay Nata xanım. Nə bilirsən mən yeməklər bişirmirəm? Yox, yemək pişirdi, pişirmədi, kimə nə aidiyyatı var? Öz ailəsi də özü bilər. Hüseynə mən əmr verirdim yemək bişir canlıda, canlı aç göstər. Mən Hüseynə əmr vermişəm. Mən Hüseynə nabrot deyirdim ki, Hüseyn, gəl sən uşağı saxla, yarımda saat, birdə saat da olsa, mən yeməklərimi hazırlayaram. Mən ailəmi qorumağa çalışıram. Mən Hüseynimi qorumağa çalışıram. Pisliklərdən, bəlalardan yenə deyirəm. Hər şeyə şahid bax o Aynura xanım olubdur. Aynura xanım mənim qız toyumda da, oğlan toyumda da hər bir vəziyyətimə şahid olubdur. Sənin toyunda hamı da görüb, göz qabağındadır, tərbiyəni də görüblər, ailənə baxmağını, uşağını sevməyini, valla hamısı göz qabağındadır. Allah səni hər xoşbəxt eləsin Hüseynlə, mərdim azardan qorusun Ayşət. Həqiqətən də sən yaxşı qızsan. Valla. Ayşə, sabahın xeyir. Sabahınız xeyir ana. Nətərsən? Yalandan deyə bilmərəm, yaxşıyam belə də. Nə gənə davanız var? Davamız yoxdur, sadəcə olaraq aramıza girmək istəyən, problem yaratmaq istəyən, nifaq salmaq istəyənlər var. Az özünə gülür. İtürər şarvan keçir. Nəyə bənd olursan, ay bala? Sənə əvvəl bir gündən demişəm ki, hər hürən itin dalına sümü yazsam, onda gərək mırıldıya. Başın yox deyə deyirəm sənin. Sənə əvvəl bir gündən qız toyuna, mən o toyu öz öhdəmə götürdüyüm gündən, xalqın öhdəsinə götürdüyüm gündən səni otuzdurmuşam, Hüseyni otuzdurmuşam, demişəm ki, hər hürən itin ağzına sümük verməyin, bala. Sadəcə yox, mən ailəmi qorumağa çalışıram. Niyə deyirəmsə, Hüseyin... Ay bala, sağ kim deyir ki, qoruma, qoru. Bir dəqiqə gözlə, sağ kim deyir ki, qoruma, qoru. Aşağıda pisləyərlər. Pisləsinlər də, Ayşədə Hüseyin tanıyıb, Hüseyin tanıdığı kimdə alıbdır. O pisləsinlər də, Ayşət Hüseynin gözündə imperial qızıldır. Sonra, başqa sözü var deməyə. Əsas odur ki, Hüseynlə sən ailəsən Ayşət. Hüseynin yanında sən varsan. Hüseyin kimi yanındadır, Ayşədin yanındadır. Hüseyin kimi istədi, Ayşəd istədi. Hüseyin kimi aldı, Ayşəd aldı. Lazım gəlsəydi, orada hürənlər alardı da. Sən elə şeylər deyib, onlar laf da sevindirirsən Ayşəd, Allah haqqı. Ay qızım, taydıq evinə söz-söhbət salırsan, evinə difak salırsan, evinə nəftər deyim, söyüqluq salırsan, ailən səndən uzaqlaşır, ailən səndən qırılır, qırqanır. Mən sağ 100 dəfə demişəm, boş ver, buradan al, buradan da ver. Ana, mən boş vermirəm, mən qarışmıram. Sadəcə olaraq yaşlı arvad. Sən bilirsən nə deyirəm, ay qızım, mən sağ bir söz deyim, üzr istəyirəm buradakı. Az bir dayan. Zatı odur ki, sən xoruzun orada burada banlayır. Kimsə xoruzu sən qapıda banlamıra. Bildin? Yaxşı eləyir, zor eləyir, kişidir. Belə əlin içindən gəlir, zor eləyir. Sonra kimsə sözü var danışmağa, danışsın. Çoxum elə heylə qadınların boynunu yerə ki, kimisə ailəsini, kimisə uşağını ola, kimisə qadını ola, kimisə ərinə özünü sürtüşdürür. Geçsin işi ilə məşğul olsun. Ha, bir də bir söz deyim, buradan çoxu deyir, pul yığmaq. Yox, biz bir Azərbaycanlı... Qururlarım sosial medyada iki paralıq eləyiblər. Qururlarım sosial medyada bir söz deyim. Ay xanım, bir dəqiqə olar, qadan olaram. Buradan çoxu deyir ki, pul yığmaq. Nə olar, bir Azərbaycanlı olaraq imkanı olan şəxslər var. Yox, Ayşət kilib, bir ailə, bir cavan ailə olaraq. Yox, bir dəqiqə. Ay xanım, bir dəqiqə gözlə. İşləmirdi, pulu yox idi, ehtiyacı var idi. Kömək eləyəndə nə olar ki? Yox, pis hərəkət eləmirlər ki. Ehtiyacı var, ürək istəyən kömək eləyir. O kömək eləməyənlər də mərdimazlar olmasınlar. Bir Allahızdan qorxun, nə olar ki, kömək eləyəndə? Nədir deyir o? Mən bəyək qulağa asıram buradan, arxadan qulağa asıram ki, Hüseynin qoya bilim kimisə çıxıb ortalığa, nəyisə çıxıb. Hüseynin nəyisə çıxanda vaxtında çıxaydı. Hüseyin o internet evində böyüyüb gözü qapıda qalanda, ata axtaranda, əmi day axtaranda onda çıxaydı. İndi mən də çıxa bilərəm, o da çıxa bilər, bu da çıxa bilər. Əsas odur ki, insan gözü axtaranda çıxaydı. Ay yaşa, mən nə deyirəm? Hüseynin bir anası var, o da mənəm. Vəssalam, şu tamam, hər kəşdə dilin qoysun qarnına. Kimsə Hüseynə zərər vurmaq istəyərsə qarşısında məni görər. Yox, Hüseyin də ağıllı oğlandır, o da bilir neyləmək lazımdır, Ayşət də həmçinin. Mən əvvəl bir gündən demişəm, Zaur Baxşalıyevin verilişindən, efirə çıxandan
Kimlərsə məni dışladı, kimlərsə məni tənqid atəşinə tutdu. Kimlərsə nə bilim ay Hüseyndən özünü gözlə, ay Ayşə Hüseyndən özünü qoru. Nə bilim nə ilə ağa. Hüseyn mənim evladımdır. Hüseyn mənim ikinci evladımdır. Kimsə Hüseynə zərər vurar, istəyərsə qarşısında məni görər, bir də devlətimin qurumunu görər. Bax mən də buradan deyim, kimsə qulağında sırq eləsin. Devlətim var və devlətimin qurumu var. Kimsə Ayşədə və Hüseynə zərər vurarsa qarşısında məni görər. Bir də qurumumu görər. Devlətimin lazımı gələn yerdə qurumun görər. Hər kəşlərin bir diri var, qoysun qarnına otursun üstündə. Cəmaət qoy kasıflığı ilə kasıflığının dərdini çəksin. Körpə balasını böyüsün. Ha deyirəm bu cəmaatın iş peşəsi yox deyil. Evinizdə gedin görün günortaya nə pişirəsiniz, nə tapırsınız yeməyə. Hə, arada evinizi də yığışdırın. Bax, elə danışanlar arazda evinizi yığışdırır. Ayşə, gör nə deyirəm, ürəyim. Təmizləyin, bir qulağınızın kirini təmizləyin. Bir sabun tapın, əyinizi yuyun, başınızı yuyun. Bir görün ərləriniz hansı kapıda banlayır. Bir görün evinizdə kişi adında deyilən bir kişi məxluqu var. Hüseyin evində kişidir, ailəsi də yanında qadındır. Ayşə, gör nə deyirəm. Bəsdirin, neçə gündür bu qızın stresi, bu qızın əsəbi, nervisi başından çıxır. Bəsdirin, daha ayıb deyil. Bax, körpə balası var. Bax, ən azından mərdimazarçılıq. Yadınızda saxlayın ki, dirinin yəsi olmadığına baxma, ölünün yəsi tez çıxır. Allaha and olsun onun elə yəyələri var ki, o toyda mən görmüşəm. Sən öz sizin lələnizi köçürdün, yurdunuzu divan qoyar. Özünüzü yığışdırın ha. Bəli, mənə nəsə olsa kim cavab verəcək? Ay yaşa, Aynura xanım mənim yiyəmi də tanıyır. Yığışdırın az özünüzü. Bəsdirin az, evinizdə, işinizdə gedin, evinizdə kişinizə arvadlıq eləyin. Qardaşlarınızda da bacılıq eləyin. Düzdür. Arada bir boynumuzun dalını təmizləyin. Ayşə də bizimkidir, Hüseyin də bizimkidir. Valla, niyə biz bir-birimizə belə düşmənçilik edək? Deməli, mən toyun elədiyim uşaqlar yoxdur, Məsmama. Yazıqların evini dağıdıblar, ya, xəbərin yoxdur, gündə evləndə qırğındır. Allah baxır, göydən, yazığın körpə balası var, döşündə Südəmər balası var. Niyə ona o qıza o stresi yaşadılar, o Hüseyinə o stresi yaşadılar? Qoyun yaşasınlar da, qoyun başlarının sazını aşağı, kəsfilaqlarının da dərdini çəksinlər də, nə istəyirsiniz? Yox, bir dənə bir mal köməyiniz dəymir, amma o cürə problem yaşadırsın. Ay gəldin, yazıq Zahar Baxşəliyevin verilişində biz çıxıb efirdə o uşaqların toyunu öhdəliyimizə götürəndə, xalqın birliyi sayəsində toy eləyəndə, gəldiniz müftə yediniz, çıxdınız, getdiniz, pul da yazdırmadınız. Nədir, dediniz ki, filankə sonra pul yazdırıb da 100 nəfərin pulunu yanı eləyib. Elə canı yanan adam idiniz, gəlib pul yazdıraydınız da, niyə yeyib gedirdiniz ki? Düzdür. Ha, niyə yeyib gedirdiniz ki? Hələ oğurluq da. Mənəm deyib sinənizə döyürdünüz, özünüzü öldürürdünüz. Niyə çıxmadınız biriniz ortalığa? Bir xonçanı da biriniz qayraydınız da? Düzdür. Özünüzü elə yığışdırırsınız ki burada. Kimliyindən asılı olmayaraq, bax, kimliyindən asılı olmayaraq. Bax, burada deyirəm, qulağınıza da sırq eləyin. Allaha and olsun var ha. Hüseynə, Ayşədə kimsə zərər vurarsa qarşısında devlətin qulluqçularını görər. Bax, mən də bu sözü deyirəm, hamı da qulağında sırq eləsin. Özünüzü yığışdırın ha burada. Onlara xeyir-dua verən analar, atalar var. O analar, atalar oyuncaq deyil sizin üçün. Şəhid anaları, şəhid atalardır. Özünüzü elə yığışdırırsınız ki, özünüzə tay tutmaq istəyirsiniz, onlar sizin tayınız üçünüz deyil. Bildiniz nə var? Ayşə, elə səhifələri görəndə qadın alaram. At bloka getsin, bir də fikir verməsən. Biraz mən sana deməmişəm canlıya girmə. Deməmişəm girmə canlıya. Deməmişəm TikTok açma. Nə qədər ki, sosial mediada varsan, sənin evində söz-söhbət yaranacaqdır. Məndən çox sənin izləyicin var, yox. Məndən çox kütlən var, yox. Məndən gözəl tanınırsan, yox. Mən niyə açmıram o TikTok səhifəsini, qızım? Sana toy günü dedim, Ayşə, sən bu gündən sonra bir kişinin arvadısan, bir kişinin evinin qadınısan. Səni sosial mediada görmürəm. Ərin açır, özü üçün açır. Nə eləyir, özü üçün eləyir. Qıraqdan dur, müdaxilə elə, bu heç. Nə görsənmə, nə də görünmə. Kişinin qadını evində olar. Bugün də bir oğul anasısan. Oğlunun qaydısına qal. Oğlunun işinə bax. Əynin təmizlə, işin təmizlə, yeməyini pişir. Ayşədən yemək pişirməyini mən belədəm. Ayşəd yemək pişirməyini niyə bilmir ki? Nə olub Ayşədən yemək pişirməyini? Siz pişirsiniz Ayşədən evində yeməyi. Düzdür. Sən nədir bir dəfə Hüseyin canlıda göstərib yemək. Yaxşı elifdir. Yaxşı elifdir. Ailəsidir. Yaxşı elif, ailəsidir. Yox, istəyir əyri pişirir, istəyir düz pişirir. Hüseyinə qəbuldur. Evdə ana yox. Evdə ana yox, bacı yox, baldız yox, gəlin yox, qız yox. Yaralı qadındır, əməliyyatdan çıxmış insandır, zəif qadındır.
ailəsidir, yaxşı eləyib. Uşağının anasıdır. Yeməyi də pişirib, paltarını da yuyub, qabını da yuyub, evini də süpürüb, yaxşı eləyib. Nə eləməlidir? Onlar ki, bir dənə sən uşağa yarım saat, 1 saat bax mən özüm hazırlayacağam. Deyirdi, yox, narahat olma. Özüm canlıda özüm hazırlayacağam. Sonra da başıma vuruldu. Başıma vuruldu. Qoşdular. Yaxşı eləyibdir. Əlinin içindən gəlib. Nə eləməlidir? Ailə ona demişəm ki, ailə bir-birinə dəstək dura, ailə bir-birinin əlindən tuta, ailə bir-birinə arxa dura, dayaq dura. Bəs niyə deyirlər ki, yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlıqda yanındasan? Bunlar da bir-birinə qərar verib də, xəstəlikdə də, sağlıqda da, düzgünlükdə də yanlarındadır. Yaxşı eləyir. Nə eləməlidir? Qonşunun kişisini gətirib evində yemək pişirtdirməlidir. Bəsdirin ha, özünüzü yığışdırın ha. Allaha and olsun var ha. Mən görürsünüz hər saat girmirəm o canlıya. Onların canlısında görünmürəm hər saat. Qıraqdan dururam, izləyirəm çünki mən bir söz vermişəm, heç vaxt canlıya girmərəm. Amma mən elə bir həddə çatdım ki, mən o canlıya girdim. Keçən səfər Hüseyin Ayşadın toyunda mən 2 saat torpaq söhbət elədim. Bütün dünya Azərbaycan şeyə qoydu, məsxəriyə qoydu. Məni TikTok mediasında məni şeyə qoydu, məsxəriyə qoydu. Özünüzü yığışdırın, Allaha and olsun var ha. Elə çıxaram ortalığa, elə çıxaram ortalığa. Adınızı ondan bundan xəbər alarsınız. O yazanların da hamısı bir skrin olub saxlanılıb ha. Hamısını sosial medyaya verərəm, hamısını da devlət qanununda qarşısına cavab verərlər ha. Özünüzü yığışdırın ha. Mən də onu sevirəm də, mən də onu qorumağa çalışıram da, çox istəyirəm. Mən demirəm Hüseyin məni sevmir. Sadəcə o Peşə, Hüseyin böyünlərim Ramal müəllimin yanında işə düzəlib, evinə çörək aparır, ailəsinə çörək aparır. Xoşqədəm xanım qəşəng dəstək durdu, arxa durdu. Bir zamanlar Zahir müəllim durmuşdu, indi də Xoşqədəm xanım durdu. Özünüzü yığışdırın ha. Allah can sağlığı versin, Allah o gözü 2 manat, 3 manat atırlar, fitrə sadaqa verirlər, hələ bir durub da yekə danışırlar. Büyündən sonra səni nə canlıda görmürəm Ayşət, bax sana deyirəm. Nə səni canlıda görmürəm, nə sənin səhifənin canlı açıldığını görmürəm. Ərin açır, özü üçün açır. Oturursan evində ərinə qulluq edirsən, uşağına qulluq edirsən. Mən canlı açıramsa bu demək deyir ki, mən burada nəyisə təbliğ eləyirəm, pisliyi təbliğ eləyirəm. Açma qızım, açma. Evinin söhbətini canlıda açma. Qadının evinin söhbəti nədir canlıda? Mən ki, evimin söhbətini, ana mən eləməmişəm ki. Açma. Açma. Ayşət kimi həmişə canlı açanda ehtiyacları olduğu üçün hamı da bilir ki, ehtiyacı var deyə canlı açırlar ki, bəlkə kimsə bir yaxşı insan çıxar, kömək eləyər. Ayşət hamı bilir onu. Mən sağ deyirəm, açma. Ərin gedir işləyir, axşam da gəlir evinə, olandan olmazdan pişir, düşür, tök qavana qoy yesin. Nə lazımdır? Qadın nədir, canlı nə da? Ay ana, Otur evdə ərinin qulluğunda dur. Ay ana, mən demirəm, qulluq eləmirəm. Onların verdiyi o fitrə sadaqa başlarına dəysin ki, bugünkü gündə sənin evinə söz verəsən. Ayşət, sözə eşidincimə, baş üstədir. Qulluq eləmişəm də, eləyirəm də. Mən eləm, kim deyir, bizim evdə Hüseynin sözü keçir, mənim sözüm keçmir. Bəziləri elə bilər ki, Ayşadın sözü keçir, xeyr. Bizim evdə Hüseynin sözü keçir, Hüseyin yeməklər. Kişinin sözü keçməli də, kimin söz keçməlidir? Özlərini elə parırlar ki, deyər ki, mənim sözüm keçir evdə. Ayşatım, qadan alım, qurban olum. Gördün mü, böyük kimi sənə öğüt verdi ki, canını açma. Açma da söz eşit. Baş üstədir, açma. Ana, Sən bu canlıda davam elədirsən, sənin ailən dağılacaq. Belə mümkün yoxdur. Mən ailəmi qorumağa çalışıram. Xeyr, sosial şəbəkə görsən insan nə hala qoyur, nə günə qoyur. Bilmə. Sosial media var ha. Bu sosial media elə bir şeydir ki, sosial dayan qızım. Qızım bir dəqiqə gözlə. Nənələrimiz, babalarımız sosial media ilə ev qurub, ailə qurub, uşaq saxlamayıb. Bugünə qədər sosial media yox idi, ev yox idi, ailə yox idi, uşaq yox idi. Bu dövr ayrıdır. Sizin dövrünüz Sən burada vaxt keçirdiyini heç qavunu yox, aşığını yox, uşağınla məşğul ol. Ayşət, siz nə bilirsiniz ki, mən işim gücümü görməmişəm. Gedim göstərim. Ayşət, mən də canlı açmışam, bilirəm də adamın vaxtı qalır yorumlarda. Bunun içinə getir, gözdə sağ söz deyirəm. Bu suyla gözləyin. Buz kimi suyla yığmışam. Baxın, görürsünüz hamısını. Başa düşürük, yummusan Ayşət. Canlı mən də açmışam da. Bir qadın canlı açanda ancaq fikri qalır canlıda, yorumlarda. Əsəb, sinir, nervi. Mən canlılardan aralaşandan ürəyim, sənə qurban olum, eşitirsən? Necə ki Hüseyin canlılaşdı, canlıda işini görür. Mən də indən sonra canlıda hər bir işimi görəcəm. Uşağıma da canlıda baxacağam. Yeməyimi də canlıda bişirəcəm. İşimi də. Aşkım, o kişidir, qadan alım. Bax, mən canlılardan aralaşandan əlimin əsməsi dayanıb. Əsəblərim toxduyur. İndən sonra nə eləyəcəm? Mən canlıda eləyəcəm. Heç kim məndən inciməsin. Qoy cəmaət görsün. Zamasa öğüt verin, bu da gör nə deyir. Siz də görə bilir. Məni heç kim orada burada əsildə alçalda bilməz. Başa düşürsünüz?
Mən Niyə çəkirsən canlılardasan, elə sənin başına çox iş gəlir. Bax söz deyirəm. Bundan sonra nə işim olacaq? Hər bir işimi canlıda görəcəm. Uşağıma da canlıda. Ay bala, səni tanıyan tanıyır. Sən tanıyan tanıyır ki, sən işini də görürsən, gücünü də görürsən, yeməyini də pişirirsən, uşağına da baxırsan. Xeyr. Mənə yalançılıq zət lazım deyil. Necə ki bəziləri canlı açır, özünü göstərir. Mən də canlı, mən özümü göstərməyə görə yox. Canlı da eləyəcəm. Hər bir işimi canlı da eləyəcəm. Qutardı. Məni məcbur elədilər. Mən də belə eləyəcəm. Qutardı. Allahun əkbər. Nə oldu? Mən bugün gələcəm sizə. Darıxma, gün ortadan Elə sonra Ayşə, bax görsən anam deyib, Hüseyn anam deyib, sənə öğüt verir ki, canlı Bugün açma. sizdə, yox, Rəstə xanım, bir dəqiqə gözlə, axşam gələcəm. Sonra deyəcəklər, sonra da deyəcəklər Ayşat nə qarır ki? Ayşat heç nə eləmir. Ayşat heç nə eləmir. Daha demirlər ki, Ayşat eləyir, elədiyi görünmür. Başa düşdünüz? İndən sonra mən də evdə hər bir işimi canlıda görəcəm. Çünki məni bu məcbur elədi. Allah, canlıda iş olmur. Balam, mən canlılardan aralaşanan əsəblərim toxtadı, əlim əsməsi dayandı. Vallahi İndən sonra mən canlıda işimi görəcəm. Qutardı. Gələcəm, bugün gələcəm, darıxma. Bugün gələcəm. Sizin canınızı orada almağa gələcəm. Darıxmayın. Sənin də, Hüseynin də, ikinizin də. Gözlüyüm, bugün gələcəm. Bir dənə iynə var. Gedim onu alım, gətirim, verim bibiyə, ayağına vursun. Axşam sizdəyim. Axşam saat neçədə? Gələcəm də, indi bir dənə iynə var. Gedim onu alım, gətirim, verim evə. Çünki mən bibimə əməliyyat elətdirmişəm, o boyda əməliyyat olubdur. Gedim onu alım, gətirim, verim evə, ayağına dərman vursun, gələcəm. 5-ə sizdəyim. Gələrsin. Gəlin, mən görüm siz nə hoqqa verirsiniz, nə hoqqa çıxardırsınız. Kimdir bu sizin evinizə söz söhbət salan? Gələrsiniz. Gələcəm. Yaxşı, çıxıram, işim var, gedirəm aptekə. Sağ olun, Allah aman olasınız. Yolunuz açıq olsun, işləriniz davamlı olsun. Mən demirəm, ailəmi dağıdıram və yaxud da ailə dağılır, nəsə belə bir şey demirəm. Mən sadəcə yox demək istəyirəm ki, o bəziləri vaxtında Hüseyin yanında olardı, bəlkə də indi Hüseyin haralarda olardı. Hüseynin çətin günündə yanında olardı, Hüseyni başa salardı, indi Hüseynin hər şey olardı. Nə olardı? İndi yadınıza düşüb Hüseyin? Hə? Sevinirsiniz? O istəyi atmayın da, mən qəbul eləmədikcə siz atırsınız. Mən qəbul eləmədikcə atırsınız. Bəstirin də. Niyə yanında olmurdunuz? İndi yadınız düşüb? Hə? Ay ara vuran. Ay falçı. İndən sonra mən də işimi canlıda görəcəm. Qardı getdi. Hər bir işimdə görmüşəm. Qabımı da, qacağımı da yumuşam, paltarlarımı da yumuşam. İndi paltarlar da çıxıbdı. Gedib paltarları çıxaracaq, sərəcəm. Hər şeyi gözümü qoyacağım. Sabah gün deməsin ki, Ayşat evinə nəsə oldu. Onu da deyərlər. Nə desiniz olar? Səhərdən axşama qədər canlıda olacam. Hüseyin işdən gələnə qədər canlıda olacam. İşimi də canlıda görəcəm. Canlı. Qoy şahidlərim olsun ki, Ayşat görür, narahat olma. Ayşat qanmaz deyil. Əvvəl eləmirdi, indi eləyəcək. Zaten biz sosiallaşmışıq. Görməyən adam qalmır bizi. Hamı görür. İndən sonra hər bir işimi canlıda görəcəm. Sabah gündə deyilməsin ki, Ayşat heç bir iş görmür. Heç bir iş görmür. Yalan Ayşat. Ayşatın daşı sən başlayır.